Ey iman getirenler! Şahidliğiniz özünüzün veya valideynlerin ya da yakın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyur. Əleyhinə şahidlik edəcəyiniz şəxslərin varlı veya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxın. Arzularınıza uyaraq haqdan uzaqlaşmayın. Eğer siz yalan danışsanız veya həqiqəti deməkdən boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. يا أيها الذين آمنوا بالله ورسوله والكتاب الذي نزل على رسوله والكتاب الذي أنزل من قبل ومن يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر فقد ضل ضلالا بعيدا. Ey iman getirenler! Allah'a, onun elçisine ve elçisine nazil ettiği kitaba ve ondan evvel nazil ettiği kitaplara iman getirin. Allah'ı, onun meleklerini, kitaplarını, elçilerini ve ahiret gününü inkar eden şəxs derin bir azgınlığa düşmüştür.